elm rahat iş deyil. Dedik ki, elm öyrənmək də asan deyil. Yəni insan bu elm öyrənəndə də səbirli olmalıdır və həmçinin əməldə də səbrə ehtiyac var, dəvətdə də səbrə ehtiyac var. Və ən çox belə deyək, səbrə ehtiyac duyulan məqam dəvət məqamıdır. Dəvət məqamı ən çətin məqamdır. Çünki dəvət elmsiz olmur. Elm öyrənməlisən ki, dəvət eləyəsən, düzdürmü? Dəvət əməlsiz olmur. Əməl etməlisən ki, dəvət eləyəsən, düzdürmü? Sən dəvət eləsən, özün əməl eləməsən, nədir bu? O haqda da oxuduq hədisləri, insan danışır, amma özü eləmir. Keçən dərsdə bu məsələyə toxunduq. Və yaxud elmsiz, Allahın adından nə gəldi danışır. Ən böyük günahdır. Ona görə səbrə ən çox dəvətdə ehtiyac var və həmçinin dəvət eləyən, yəni çətinliklərə, sıxıntılara məruz qalır. İnsanlar tərəfindən. Yəni insanlar tərəfindən xoşa gəlməz sözlər də deyilə bilər ona, onunla belə deyək, əlaqənin kəsilməsi də ola bilər, ona qarşı boykot oluna bilər və s. və s. Söylə də bilər, döyülə də bilər. Yəni dəvət edən şəxsi bu şeylə dəvətçiyə yəni üz verə bilər. Və bu məqam ən əzəmətli məqamdır və səbrə ən çox ehtiyac duyulan bir məqamdır. Və həmçinin dəvət nədir? Peyğəmbərlərin yoludur və Allah Subhanahu wa Taala peyğəmbərlər haqqında bildirir ki, buyurur ki, bizə, yəni Quran-Kərimdə buyurur ki, yəni onlara da əziyyətlər verilib dəvətlərində. Dəvətlərində onlara insanlar tərəfindən yəni cürbəcür əziyyətlərə məruz qalırlar. Allah Taala Quran-Kərimdə buyurur ki, yəni səndən əvvəlki peyğəmbərlər də, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də yalançı sayılmışdı. Yəni onları yalançı saymışlar qövmləri. Lakin bizim köməyimiz onlara gələnə qədər səbr elədilər onlar. Fəsabəru. Səbr etdilər, kömək gələnə qədər. Yalançı sayılmalarına və onlara əziyyət verilmələrinə səbr etdilər. Deməli, bu səbr də peyğəmbərlərin yollarındandır, yəni peyğəmbərlərin əməllərindəndir. Dəvətdə səbr. Və Muhammed sallallahu aleyhi və səlləm dəvət edəndə onu yalanladılar, yalançı saydılar, yalançı da dedilər və həmçinin sehirbaz da dedilər, kahin dedilər, məcnun dedilər və s. İnsanların arasını vurur, insanları ayırır, cürbəcür sözlər dedilər, düşmənçilik elədilər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem yəni səbr etdi. Səbr etdi, dəvətində oldu. Və Allah subhanahu wa ta'ala yardımı gəldi. Və Allah Teala öz dinini tamamladı.